Bəli, əziz tamaşaçılar, futbol çempionatının astanasında sizə elə futbol tematikalı 5 film tapdım. Birinci, Beckham kimi oyna. Bu film profesional futbol ilə məşğul olmaq istəyən Hindistanlı bir qız haqqındadır. Təsəvvür edin, o öz ölkəsində futbol oynamaq üçün nə qədər çətinlikdən keçir. İkinci, The Football Factory. Green Street Hooligans filmini bəyənən hər kəsə tövsiyə edə biləcəyim bu kino, futbol fanatları arasında baş verən çaxnaşmaları lentə alır. Üçüncü, Shaolin Soccer. Əgər siz də hər zaman düşünürdünüz ki, 11 nəfər Bruce Lee kimi adamı bir futbol komandasına yıxsan nə olar, onda bu komediya məhz sizin üçündür. Dördüncü, Mean Machine. Profesional futbolçu həbsxanaya düşəndən sonra oranın divarları arasında mühafizəçilər ilə oynamaq üçün dustaqlardan ibarət komanda yığıb və son oyunuymuş kimi meydana çıxır. Və 5. Pele, əfsanənin yaranışı. Adından bəlli olduğu kimi bu film futbol əfsanəsi Pele haqqındadır. Küçə oyunlarından birbaşa profesional meydana çıxan Pele'nin yaşadığı çətinliklər haqqında həbs edən bioqrafik bir film. Və siz hansı millinin dünya çempionatında qalib olmağını istəyirdiniz?